Salam dostlar, xoş gördük sizləri. Taksimetr haqqında paylaşım edirəm. Yəni ilk öncə deyim ki, qəti bu proqrama, bu sayta qəti qoşulmayın. Həqiqətən də təmiz fırıldaqdır. Olduqca fırıldaqdılar. Deməli necədir? Mən burada yəni 159 manat pul yığmışdım. Nəsə pul çıxarış etmək istəyirdim. Dedilər ki, 51 manat depozit edin, nə bilim belə elə. Dedim yox da 50 manat yəni depozit edərəm. Sadəcə pulum vardı. Əlavə proqramlardan dedim yatırım edeyim, nə olar. Yəni mən buraya yatırım edən kimi hesabdan atıldım, hesaba daxil ola bilmədim. İndi də bax gözünüzün qabağında yoxlayıram. Baxın belə vurur, bu mənim hesabım gör nə yazılacaq. Şəbəkə xətası, zəhmət olmasa sonradan yerinə cəhd edin. Nə qədər mesaj yazıram, cavab verən yoxdur. Yəni onları yəni belə deyim də indi daxil olacağam, sadəcə bəzi yerlərə bağlayacağım çünki başqa sözlər demişəm onlara, ona görə. Buranı bağlayacağım. Baxın bu Elmandır, kimdir, hansı şərəfsizdir bilmirəm. Yəni həqiqətən də bloklayırlar. Bax göz yazmışdı bura. O vaxt yazmışdım. Bunu şərh hakim dedi, hə edəcəksən belə elə. Olduqca yəni belə deyim fırıldaqdır. Bu proqram sahibi kimsə çox şərəfsiz bir insandır. Bloklayır, elə bir blok edir ki, hesabı başqa bir hesabla açanda ona da daxil olmaq olmur. Yəni başqa mən Gmail açdım, ona daxil olub sonradan da atıldım. Yəni məsləhət görürəm ki, yəni məni izləyən insanlarda kim qoşulubsa, əgər sizdə məsələn tutaq ki, bir 100 manat pulunuz var, sizə deyirsə ki, əlavə bir 20 manat, 30 manat depozit edib pulu çəkəcəksən, inanmayın. Həmin an atılacaqsınız. Baxın necə mən göz atıldınız. İndi mən onun videosunu çəkmişəm, onu da bura birləşdirəcəm. Pul atmışam, pul çıxarışda necə olur, onu da sizə izah edəcəm, baxarsınız. Yəni məsləhətim odur ki, qəti bura yatırım etməyin. Heç məsləhət görmürəm. İndi hal-hazırda mən başqa bir saytdan istifadə edirəm. Kim istəsə, yəni ona qoşula bilər. Hal-hazırda mən istifadə etdiyim sayt budur. Bura yəni günlük bura 50 dollar yatırım etsəz, günə 16 dollar verir sizə. 10 dollar yatırım etsəz, günə 3 dollar verir. Gəlirsiniz tapşırıq yerinə, burada bitir sözü var, ona vurursunuz, yəni belə davam edir. Bundan öncəki videoma baxın, tam ətraflı məlumat vermişəm orada. Yatırım etmək də çox rahatdır. Binance hesabına rahat yatırım edə bilirsiniz. Pul çıxarışı da heç bir dəqiqə çəkmir ki, balansınıza oturur. Dostlarınızı dəvət etmək üçün bura daxil olursunuz. Linki kopyalayıb dostlarınızı dəvət edirsiniz və əlavə qazanc əldə götürürsünüz. Bunun linkini paylaşacağım. Yenə deyirəm, qəti surətdə taksimetr proqramına qoşulmayın, heç bir məsləhət görmürəm. İndi taksimetrdə mən depozit etmişdim. O necə olur, necə blokladılar məni, o videoya indi baxarsınız. Onu da bir yerdə bura birləşdirəcəm. Baxın dostlar, burada deməli yatırım etdim. 210 manat 66 qəpik. İndi onun çıxarış etmək istəyirəm. Axşam etmişdim bunu. Deməli daxil oldum. Hal-hazırda indi daxil oluram. Kartımın kodunu yazıram. Deməli kartımın kodunu burada yerləşdirirəm. Sonra 159 manat yazıram. Çünki depozit etdikdən sonra 159 çıxarda biləcəkdim. İndi görün nə verəcək. Xətaya baxın. Yuxarıda qırmızı yazıda yazılacaq. Yəni xəta baş verir. Nəsə bir-iki dəfə vururam, müraciət sözünü vururam, elə xəta baş verir. Qəfildən saytdan atacaq indi. Bax, burada biraz rəqəmlər dəyişirəm, biraz az yazıram ki, bəlkə çıxarış verək, görürəm yox, alınmır. Bir daha da yoxlayacağım. Bax, bir də yoxlayıram. İndi deyəsən 100 yazmalıyım indi. 100-ə yazıb yoxlayıram, görürüm ki, qəti alınmır da burada. İndi bu sonra saytdan atacaq məni. İzləyin zəhmət olmasa sonra qədər. Baxın, indi deyəsən burada X-i vururam və sonra görürüm saytdan atır. İndi gözləyirəm, biraz baxıram. Burada yəni geri gəlirəm və burada atır mənə. Baxın, saytdan atdı. Gördüyünüz kimi daxil ol sözünə vururam. Buradan yenidən vururam və buradan yenidən daxil ol vururam. Yazıldı ki, şəbəkə xətası. Qəti surətdə istifadə etməyin. Taksimetr proqramından qəti istifadə etməyin. Yəni telefonunuzda da varsa da silin onu. Çünki yalandır. Qəti depozit etməyin. İnsanları aldadılar. Sayt aktiv görsənir, amma depozit etdikdən sonra sizi yəni bloklayırlar. İstifadə edə bilmirsiniz. Mütləq silin telefonunuzdan.